Salam xanımlar yenidən. Ümid edirəm ki, hamı yaxşıdır. Bugün 2 ya da 3 tema bağlamasını birləşdirib açıram. Ümid edirəm ki, bəyənəcəksiniz. Bu arada bir tema bağlamam da var idi, amma həyat yoldaşıma köynək almışdım. Onda artıq onları açıb, o da yararlı əslində məhsullardan biri idi. İlk belə bir bağlamamız var. Görək bu bağlamada nə var? Bu arada mən bunu durmuşam, amma sonradan yanıma düşdü ki, mən bunu çəkməliyim. Ona görə də demək olar ki, baxmamışam nəyəsə. Sadəcə birinə baxmışam. O da özümə köynək almışdım. Göstərəcəm onu. Onu götürüb geymişəm. Heç yox. Hadi gəlin başlayaq. Aha, bunlar deməli nələrdir cəmaət? Mən Temudan 4 dənəlik belə bədənə dar oturan qısa qol köynəklər almışam. Pambıq deyil əlbəttə ki. Amma gəlin baxım görüm nədir? 95% polyesterdir, yəni sintetikadır. 5% də elastandır. Materialı əslində belə deyim də yaxşıdır. Yəni normal materialı var, qəşəng materialı var. Belə ağ rəngi, qəhvəyi rəngi, bilmirəm buna boz deyim yoxsa nə deyim. Bu rəng və qara rəng. Gəlin digər məhsula baxaq. Bu deyəsən ən çox istədiyim məhsul bu. Digər məhsulumuz belə bir şortdur. Materialı hamının bildiyi belə sintetika olmalıdır, səhv etmirəmsə. Bu arada mən demək olar ki, hər şeyi razmer vermişəm. Polyester sintetikadır. Amma o qədər qəşəngdir ki, bunu mütləq geyinəcəm və sizə fikirlərimi bölüşəcəm. Yəqin ki, videonun axırında bunları geyindiyim şəkildə də paylaşaram. Məncə almağa dəyər. Aha, bu belə göstərim sizə. Bu bitkilərdə istifadə olunan tergitdir. Torpağın daha yaxşı nəfəs almağına kömək eləyir. Bu qədər olduğunu düşünmürdüm. Çox az imiş və çox xırda-xırdadır. Mən daha böyük olduğunu düşünürdüm. Balaca da çox işə yaramır sözün açığı. Bunu bəyənmədim. Sonra bu şirinçəyə baxın. Baxın, belə bir rəngdir. İçi çəhrayı, nazik balaca bir şeydir. Bu indi nəyə görə lazımdır? Mənim saçım çox qısadır və bəzən elə olur ki, buradakı tüklər çox qəribə dayanır. Ona da balaca ütü lazım olur ki, mən onu ütülüyüm. Ona görə balaca belə bir şirincə bir ütü aldım. Qiyməti yaxşıdır, səhv etmirəmsə. Belə şirin bir kitabçası var, məlumat kitabçası var. Hə, bunu da oxuyacağıq. Bu Stitch'in, baxın Stitch. Orada çox forması var idi, mən amma Stitch'i seçdim. Bu Stitch'in Legosudur. Mən həyat yoldaşıma belə bir bağlama hazırlayacağım ad gününə. Artıq çox şey almışam. 2 dəst köynək, yəni birində 5 dənə, birində 3 dənə. Belə bir Lego, bir dənə pudlu maşını çox xoşlayır. Uşaqdan bəli arzusu olub. Ona bir dənə elə şey almışam. Başqa bir sürprizlərim də var. Başqa şeylər də almağı düşünürəm. Sonra nə almışdım? Neyse də bir dənə Lego. Hə, gecə paltarı da var idi. Keçən videomda göstərmişdim. Sonra, bu bildirimlərdir. Deməli, bəzən ağ sarışqaların üstünə nəsə asmaq istəyirəm, belə yaxalıq kimi. Ona görə də belə bir materialı yaşaydı. Belə bir yaxalıq sifariş verdim. Yəqin ki, buna yaxalıq deyil, amma nə qəribə bir sürü şey var. Hə, baxın, belə toxunma kimi bir materialı var. Göstərim. Belə. İpləri var, iplərini bağlayacaqsınız həm qol altından, belə həm də ki qabaqdan. Məncə qəşəng bir şey oxşuyur, başqa bir vibe qatar. Buradakı axırıncı sifarişim, bu da bitkilər üçündür, gördüyünüz kimi. Bu nə gedir? Bu Simos gedir. Bəzi bitkiləri, bunu bitkilərin köklərinə də qoyub elə yaşatmaq olar. Orxideya ola bilər, nə bilim, başqa bitkilər ola bilər. Maşallah, bu böyükdür, bu yaxşıdır, ölçüsü yaxşıdır. İstifadə edəcəm videolarımda, yəqin ki, orxideyaya istifadə edərəm. Belə, bu da qəşəngdir. Elə bildim qurtarıb, amma belə bir şey də almışdım. Deməli, bunlar əslində oxşar şeylərdir. Bunlar bəzən
bizim köynəklərimiz, bluzlarımız enli qalır, ölçüləri böyük olur. Ona görə də mən də çalışıram ki, məsələn, oversize ağ köynəklər, bluzlar. Mən də çalışdım ki, belə bir şey al. Bunları qıraqlardan belə taxırsınız. Belə sıxır, bu şəkildə elə bir sıxır. Belə göstərim də siz baxın belə. Buradan bura belə qoyursunuz, belə sıxır. Dartırmırsınız, iynə kimi çıxırmış, çox asandır. Hə, bunları da yoxlayacağım, balaca məhsullardır. 2 ədəd belə bir şey sifariş vermişəm, belə bir məhsul. Deməli, bu məhsul nədir? Bu məhsul şeydir. Bəzən məsələn köynəklərimizi qısaltmaq istəyirik ya da ki, yəni qısaltmaq deyəndə hədə enli olur, çox uzun olur. Biz də onları burub bir yerlərə salmağa çalışırıq ya da ki, burub nəsə rezinə baxmağa çalışırıq. Mən də bunu aldım. Deməli, köynəyin bir tərəfini, yəni bir hissəsini buradan keçirdik, buradan çıxardacaqsa ya da ki, daha vice versa. Bu bağlamanı heç açmamışam, bunu götürmüşəm. Burada həyat yoldaşımın köynəkləridir. 5 ədəd köynək sifariş vermişəm. Əslində bunlardan 3 ədəd sifariş vermişdim. 3 ədəd paketli idi. Yəni paketdə 3 ədəd olurdu. Onlardan sifariş verdim. Sonra dedim ki, 5 ədədlisini də sifariş verin. Material o qədər gözəldir ki, heç bir şey yox. Amma bunu sizə çox yaxşı tövsiyə edirəm ki, gedin mütləq bunlardan alın və geyinin. Çünki Azərbaycanda belə pambıq köynəkləri tapmaq ya da ki, almaq həqiqətən ucuza başa gəlmir. Amma mən çox ucuza almışam, çox qəşəng materialı var. Konkret olaraq 100% pambıqdır. Heç bir qatqısı yoxdur. Qızlar, burada da görürsünüz maloçnu rəngdir, tünd yaşıl rəngdir, ağ və qara rəng. Çox qəşəng rəngləri var və sizə həqiqətən tövsiyə edirəm, mütləq gedin alın. Bağlamayı gördüyünüz kimi açıqdır, çünki onu götürmüşəm, bir ədəd köynək götürmüşəm. Bunları da özümə sifariş vermişdim. Çox uyğun qiymətə 3 ədəd pambıq, oversize sayıla biləcək köynəklər almışam. O qədər gözəl materialı var ki, çox qəşəng materialdır. Mən axırıncı dəfə belə köynəyi normalını Zara'da tapmışdım. Çox qəşəngdir, pambıq, baxın 100% pambıqdır. S razmər sifariş vermişəm, çünki bu köynəklər onsuz da oversize gedir. Mən çox bəyəndim, rəngləri də çox xoşuma gəldi. Sözün açıq xoşuma gəlsə, yenidən bir daha alacağım. Beləsi də var. Baxın. Tikişlərində hər hansısa bir problem yoxdur. 2 qat tikiş gedib buradan, elə arxadan da. Yəni çalışın alanda elə 100% pambıq alasınız. İnanın mənə, onlar sizə aldadan deyirlər bu 100% pambıqda. Diş ağartmaq üçün bir vasitədir. Yumağa çalışacağım dişimi, görüm ondan sonra necə olacaq. Bu aralar qəhvə və çaydan çox istifadə edirəm deyə düşünürəm ki, dişlərimdə saralma gedib. Nəysə, buna baxacağıq birlikdə. Sonra, oy, necə gözəldir, bunlara baxın bir dənə. Deməli, bu nədir? Bu nədir? Aha, bunlar mənim sevərək aldığım belə güllərdir. Belə broşka tərzindədir. Saça da vura bilərsiniz, baxın, vurum. Belə saça da vura bilərsiniz. Mən əslində biz Taylanda getməyi düşünürdük. Düşünürdüm ki, orada vuraram ya da ki, bunları ayaqqabılarınıza qoya bilərsiniz. Random şəkildə 5 ədəd güldür. İstəyərdim ki, məsələn 2 ədəd də bundan olsun. Ya da ki, nədənsə, amma orada seçməyi səhv etmirəmsə mümkün deyildi. Əsas da bu və bu rəngini bəyəndim. Çox təbii görsənirlər. Orxideyadır, səhv etmirəmsə, orxideyaya oxşur, hə. Bunu da uyğun qiymətə almışam. Yəni də mırta. Bəzən paltarların burasında tişörtlərdə istifadə eləmək olur, bəzən saçda, dediyim kimi ayaqqabılarda da. Deməli, bu aralar Temudan çox paltar alıram. Üçlü şəkildə satılan, çox uyğun qiymətə aldığım, mən həmişə Temudan mən atdığı təkliflərdən belə şeylər seçirəm ki, çox uyğuna gəlsin. Yoxsa mən Temuda gedib bir şey 40 manat, 50 manat vermərəm. Belə yumuşaq materiallı 3 ədəd belə bluz dəstidir. Arxası biraz açıqdır, elə bil. Belə qəşəng köynəklərdir. Mən neçə razmer vermişəm. Öncə bu S razmerdir. Üstündə də S yazdır. Biri belədir, ağ və mavi tonlardan. Biri belədir. Bunları geyinib göstərəcəm sizə. Biri də
belədir, ağ rəngdə. Materialları yaxşıdır. Ümid edirəm ki, dar olmaz. Tikişlərində hər hansı bir problem yoxdur və buradan da görünür ki, 2 ədəd tikiş var. Sonra digər məhsulum bir bluzum ya da ki köynək nə deyim. Materialı çox da bəyənmədim çünki tərlədən bir materialı var. Baxın, belə bir köynəkdir. Bu tərəfdən, bura biraz bu tərəfdə qalır, üstündə bu olur, bu gül. Bu güllər ümumiyyətlə bəzən çox məşhurlaşır, dərdə olur. Oy da, bu necə gözəldir. Deməli, bu bir dondur. Temudan ilk don sifarişimdir, səhv etmirəmsə. Materialı bilirdim belə olacaq. Mən bir dəfə Shein-dən belə bir don almışdım. Toçlu materialı eyni ilə bunun kimi. Uzundur, tam mənim topuğumdan dəyər. O qədər gözəldir ki, məncə bədən fiqurasında yaxşı göstərəcək. Mən S razmeri sifariş vermişdim. Yəni heç bir açıqlığı yoxdur, qapalı bir geyimdir. Altından astarı da var. Baxın, belə bir astarı var. Amma bu geyimlər astarı da olsa, məndə biri var, dediyim kimi Shein-dən almışdım. Eyni bu materialı. Belə getdikcə yuxarıya doğru çıxır. Belə bir paket var. Mən düşünürəm ki, bu 4 bucaq olduğuna görə Michelin-dəndir. Son videomda Michelin-dən çoxlu əşyalar, məhsullar almışdım. Ənli və bronzerlar. Bu dəfə də almışam. Bir də belə bir bronzer almışam. Rəngi arxada da göstərilir. Adı nə gedir? Bronzing powder. Nə bilim, nömrə 1301 karamel. Rəngi də belədir. Biraz açıq rəngdədir, yəni tam qaradır, çox tündür deyə bilmərəm. Dediyim kimi, bunun da güzgüsü var. Bu da gedir kolleksiyama, bu da qəşəngdir. Rəngi amma çox belə açıq görsənir. Vətən validin bəzi məhsulları Temuda satılır. Mən də aldım, yoxluyum. Belə qoydular, sağ olsunlar. Belə bir tünd rəngdədir. Mən bunu tünd gözləmirdim, daha açıq gözləyirdim. Vətən valid burada Olivia'da da səhv etmirəmsə, hansısa mağazalarda da satılır. Ucuz qiymət. Arzum Beauty'də görmüşəm, səhv etmirəmsə. O qədər də bahalı marka deyil. Trendyoldan səhv etmirəmsə, gratisdə çox uyğun qiyməti olan ənliklərdir. Belə bir kabro sifariş vermişəm. Çox bəyənəcəyimə əminəm. Bu rəng son vaxtlar mənim belə modumu yüksəldir. Birini almışdım, indi yenisini alım. İnşallah yaxın zamanlarda başqa bir telefonumu alacağım. Belə qəşəng kabrolar. Sarı rəngdən xoşum gəlir. Tam istədiyim sarıdımı? Yox. Biraz tünd sarı gözləyirdim. Amma olsun, bu da idarə eləyər. Biraz əyilib bu arada. Mən 13 Pro Max üçün sifariş vermişəm. Neysə cəmaət, sifarişlərim bu qədərdir. Sağ olun. Ümid edirəm ki, bəyəndiniz. İndi üzərimdə də görəcəksiniz yəqin ki onları. Don mənə belə qalır topuqdan. Bədən fiqurasını konkret olaraq göstərir. Əgər bədən fiqurasınızdan çox da əmin deyilsinizsə almayın. Ya da alırsınızsa müəyyən qədər korsetini falan gizlətməyə çalışın. Məndə olduğu kimi. Məndə qarın bölgəsi var və burada piylənmə gedib deyə belə biraz qəribə görsənir. Belə də bəyəndim, yenə də bəyəndim. Korsetlə həqiqətən bağlaya bilərəm. Uzunluğu çox yaxşıdır, hər hansı bir açıqlığı yoxdur. Çox qəşəngdir, bəyəndim. Sadəcə yenə də deyirəm, biraz necə deyim, depressiv ola bilərsiniz göbək cəhətdən, qarın çox pis göstərir, amma yenə də deyirəm, korsetinə bağlayın, əla görünəcək. Baxın. Xatırladınızsa, bir 3 dəst köynək almışdım, belə. Mən düşünürəm ki, siz bir ölçü böyük sifariş versəniz daha yaxşı olar. Məsələn, S-sizsə M, M-sizsə L, belə. 3 ədəd idi, yadınızdadırsa ağ, belə mavi ağ və qara rəng. Materialı çox yaxşıdır, amma mən düşünürəm ki, çox bədənin əzalarını göstərir. Buna görə də bir bədən böyük alın. Qızlar, dedim ki, köynəyi, o 3 dənə dedim, 100% pambıqdan ibarət olan köynəyi almışam. Yəni bir cütdə 3 ədəd belə köynək var idi. Biri yaşıl, biri bu rəng, biri də qara rəng. Yəni sizə sadəcə göstərim ki, çox qəşəngdir. Materialı, duruşu,
Yəni belə dəmirlər də almışam, bilirsiniz, onlarla belə qısaldıb harasınsa yığmaq olar ya da burdan qısalda necə deyim, daralda bilərik. Bir də bu şortu da mən Temudan almışam. Sizə bayaq göstərdim. Çox qısa deyil, amma belə deyim də uzun qızlara əlbəttə ki qısa qalacaq. Mən 1.55 boyundayam. Mənə belə qalır. Yəni çox da qısa deyil. Amma sizin əgər boyunuz 1.55-dən hündürdürsə, əlbəttə ki problem yaşaya bilərsiniz. Köynəkləri tövsiyə edirəm. Yəni mən şortu çoxuna tövsiyə edə bilmərəm. Bu arada əlbəttə ki bu üst-üstə yəni mən gömbul kimi görsənirəm, amma elə deyil. Köynəyi çox tövsiyə edirəm. Mütləq almalısınız. Çünki bu qiymətə, bu keyfiyyət, inanın mənə heç yerdə yoxdur, heç yerdə. Ən zibil yerlərdə belə pambıq köynəklər 25 plus alırsınız siz. Gördüm. Belə qəşəngdir. Baxın. Təzə aldığım çantanı da asmışam buradan. Bunlar, bu da 4 ədədli qısa köynəklər. Dediyim kimi bədənə tam oturur. Crop qədər qısa deyil. Köynək, digər köynəklər qədər də çox uzun deyil. Bədənə çox qəşəng oturur. Mən M razmer sifariş vermişəm. Siz də öz bədən ölçünüzü dəqiq bilib elə sifariş versəz yanılmazsınız. Mən çox bəyəndim sözün açığı. Yəni o qiymətə 4 dənə belə köynək almaq məncə çox əladır. Həm evdə geyinəcəm, həm də ki çaya da lazım olanda istifadə edəcəm. Məncə yaxşıdır, almağa dəyər.